səhərisi gün açılır, yenə dəvəni dururlar ki, dəvə su içsin, yemləsin. Sonra yenə gəlib oturur həmin bir yerdə. 3 gün beləcə gəzirmiş, səhər dururmuş, axşamüstü gəlib burada otururmuş. Yəni bastırmışlar 1460-cı ildə. Şah İsmail Xətai 13-14 yaşında şah olub, sərkərdə olub. Onun hakimiyyət dövrü hətta 1501-1524-cü illər. Gəlir, taxta keçdikdən sonra gəlir babasının qəbrini ziyarət edir. Sonra Şah Təhmasib bəy, yəni onun öz oğluna, özü böyük oğluna vəsiyyət eləyir ki, babasının bastırdığı yerin, yəni qəbrin yerin itməsin deyənə, üstündə türbə etsin. Vəsiyyət eləyir bir ata ki. Şah Təhmasib də ata vəsiyyətinə əməl eləyir. 1544-cü ildə bu türbə etmişdir.